Salam, biz bugün sizlərlə Pythonda ətraflı yazıya baxacağıq. Gəlin ilk öncə şərtlə tanış olaq. Elementləri klaviaturadan daxil edilmiş n sayda tam ədəddən ibarət iki eyni uzunluqlu siyahının uyğun, eyni indeksə malik elementlərini toplayan və alınmış ədədlərdən ibarət yeni siyahı yaradaraq çap edən proqramı Python dilində yazın. İlk öncə bizdən nə istəyir? Bizdən n sayda bir ədəd daxil etməyimizi istəyir. Yəni, n bərabərdir int input yazmalıyıq. Daha sonra isə bizdən iki eyni uzunluqlu siyahı istədiyi üçün biz iki dənə dəyişən daxil edirik. Boş siyahı olmağından mı? A bərabərdir boş siyahı, B bərabərdir boş siyahı. Və sonda da bizdən bu elementləri toplayıb yeni bir siyahıda göstərməyimizi istəyir. Bunun üçün də biz yenə də boş bir siyahı əlavə etməliyik. Sonda, yəni bütün elementlərimiz bu boş siyahıda görünəcək cəmlənəndə. Və biz burada while dövründən istifadə edirik. While dövründə biz n-ə elə bir şərt yazmalıyıq ki, sonda n-dən çıxıb biz a ilə b-ni toplaya bilək. Bunun üçün də bir dənə dəyişən daxil edirik ki, n-dən çıxa bilək. Və ona da 0-ı mənimsədirik. Və yazırıq belə bir şərt. While i kiçikdir n 2 nöqtə. Yəni, burada i-ni hər dəfə biz artıraraq n-ə n-lə müqayisə etməliyik və əgər n-ə qədər gələrsə, sonda biz dövrdən çıxıb digər bir dövrə keçə bilərik. Və sonra biz bura indi a ilə b-yə ədədlər daxil etməliyik. Bunun üçün yazırıq nə? C bərabərdir int input. Daha sonra isə belə bir dəyişən yazaq. V bərabərdir B siyahısı üçün int input. Və sonra biz C-yə və B-yə daxil etdiyimiz ədədlər A və B siyahısına əlavə etmək üçün append-dan istifadə edirik. Misal üçün biz C-ni gəlin A-ya əlavə edək. Bunun üçün yazırıq birinci A nöqtə append mötərizə daxilində C. İkinci üçün isə B nöqtə append V. Yəni, C və V-yə daxil etdiyimiz ədədlər A və B siyahısında görünəcək hər dövrdə. İndi isə biz dövrdən çıxmaq üçün i bərabərdir i plus 1-i hər dəfə artırmalıyıq. Ta ki, n-ə bərabər olana qədər. N-ə bərabər olduqda isə dövrdən çıxmış oluruq. Sonra, indi biz C və V-ni dövrdən çıxdıqdan sonra bura ədədlər daxil etmiş. Həmin ədədlər, yəni eyni indeksə malik olan elementləri toplamaq üçün yeni bir dövr yaratmalıyıq. Bunun üçün for operatorundan istifadə edirik. For i in range 0 n. Yəni n sayda, çünki zaten burada n-dən istifadə edər dövr yaratmışıqsa, buradan da n-dən istifadə edə bilər. Yəni 0-dan n-ə qədər nə edəcəyik biz? A ilə B siyahısının elementlərini toplayacağıq. Bunun üçün də D dəyişəndən istifadə edirik. Yazırıq belə. A indeks i plus B indeks i. A ilə B-nin eyni indeksləri toplanılır. Sonra isə burada bizdən nə yazmışdıq? Yəni, yeni bir siyahı əlavə etməliydik, düzdürmü? Bunun üçün də T nöqtə append D yazırıq. Və sonda da print T yazmaqla, yəni dövrü bitirdikdən sonra print T siyahısını ekranda göstərmiş olur. Bu da bizim ətraflı yazımız.